Vüqar Biləcəri. Əruzun şahı, meyxananın dahi səsi. Gərək hansı rəhbər geyinib yamaqlı çarıqda görək. Gecələr ərəb yetimlərinə də daşıyıbdı sörək. Hansı şah yanır xalqın ağına, sultan ağlayır. 24 avqust 1988-ci ildə Bakının Biləcəri qəsəbəsində dünyaya gəlib. Gənc yaşlarından şeir və meyxana ilə məşğul olub. Sahibi Peyğəmbər əleyhissalamdır. Göydə Allahımdır, yerdə atamdır. Xidmətində bəndə fərman olduğum. Qısa ömründə yüzlərlə qəzəl, şeir və meyxana yazdı. Sözün gücünü, əruz vəzninin əzəmətini xalqa göstərdi. 2020-ci ildə cəmi 32 yaşında dünyadan köçdü. Amma şeirləri, səsi və sevgisi hələ də ürəklərdə yaşayır. Vüqar Biləcəri, nakam bir aşiq, Azərbaycan söz sənətinin əbədi simalarından biri. Bəziyən cənnəti Rizvanı xanım Fatimədir. Bir adı Həzrəti Zəhra, bir adı Kavsərdir. Bir adı Həzrəti Zəhra, bir adı Kavsərdir.